Ən maraqlı mövzulardan biri də, bizə ən çox yönlənən suallardan biri də süd verən ana dərman qəbul edə bilərmi deyə bir sualdır. Bəli, süd verən ana dərman qəbul edə bilər. Amma hansı dərmanları qəbul edə bilər? Tutalım ki, ana xəstələnib və yaxud ananın başı ağrıyır. Parasetamol, ibuprofen tərkibli dərmandan qəbul edə bilər. Əgər anada xəstəlik varsa, infeksiya varsa, bakterial bir infeksiyası varsa, antibiotik də qəbul edə bilər. Sadəcə qəbul edə bilməyəcəyi dərmanlar arasında epilepsiya əleyhinə olan dərmanlardır ki, süd verən ana bunu qəbul etməməlidir. Sonra anada əgər qusma, ishal, bu kimi hallar varsa, əgər bu infeksiyondursa, yenə ana dərman qəbul edib və yenə də südünü verə bilər. Amma uşaq tutalım ki, ana zəhərlənibsə, zəhərlənmədən şübhələniriksə, bu zaman ana süd verməməlidir. Çünki zəhərlənmədə bu süd vasitəsilə uşağa da toksiki təsir edə bilər. Ananın yüksək temperaturu var, tutalım 40 dərəcə temperaturu var, bəli, ana yenə də süd verə bilər. O südü vasitəsilə körpəsinə antisellər ötürəcək, körpəsi o xəstəlikdən qorunmuş olacaqdır. Qısacası, süd verən ana bir çox dərmanları qəbul edə bilər. Tutalım, dişi ağrıyır, diş həkiminə gedəcəkdir, orada keydici preparatlar istifadə olunacaq. Müəyyən bir müddətdə süd verməyəcək, amma südünü də sağıb atmayacaqdır. Yenə də ana öz südünü verəcəkdir. Yəni, süd verən ana dərman qəbul etməyəcək deyə bir şey yoxdur. Yenə də hər bir qadın öz həkimi ilə məsləhətləşib, qəbul etdiyi dərmana görə süd verməsini davam edəcəkdir. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.